Azərişıq Açıq Səhmdar Cəmiyyəti regionların elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən yenidən qurma işləri Ağdaş və Göyçay rayonlarını da əhatə edib. Ağdaş rayon Mürsəl kəndində 10 voltluq kilovoltluq şəbəkənin yenidən qurulması işləri aparılır. Eyni zamanda Ağdaş rayon ərazisində yeni arx, Aşağı Zeynəddin və rayon mərkəzində bu işlər həyata keçirilir. Göyçay elektrik şəbəkəsinin xidmət ərazisində 10 voltluq kilovoltluq dayaq quraşdırılmış, sif kabel hava xətti çəkilmişdir. Ağdaşda 0,4 və 10 kilovoltluq dayaqlar yenilənir. 10 kilovoltluq müasir özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Şəhər ərazisində həm də 6 yeni kompleks transformator məntəqəsi quraşdırılacaq. Sürətli iş gedir, bu cəmaatı da ruhlandırır, görülmüş işlər. Gələcəkdə bu görülən işlərin nəticəsi gözəl olacaq. Ağdaşın indən sonra bəlkə bir 50 ildə enerjiya tələbatını təmin edəcək bir şəbəkə yaranacaq. Rayonun Mürsəl kəndinin 0,4 və 10 kilovoltluq şəbəkələrinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Kənddə əlavə 2 yeni güc mərkəzi yaradılacaq. Dirəklər yenilənir, kabelləşmə gedir. Sağ olsun prezidentimiz. İndi insanların, kəndin cəmaatının gələcəkdə belə gözəl işıqla təmin olunmasına köməkli edir. Kabelləşmə gedir. Deməli biz enerjinin keyfiyyətli alacağıq, qəbul edəcəyik. Xəttə problem olmayacaq. Çox gözəl, çox sevinirəm. Aşağı Zeynəddin kəndində yenidən qurma işləri yekunlaşıb. Kənd ərazisində köhnəlmiş dayaqlar, elektrik xəttləri yeniləri ilə əvəzlənib. Yuxarıda cənab prezidentimiz olmaqla, vitse-prezident Mehriban xanımın köməkliyi ilə onlara Allah can sağlıq versin, ömür versin. Bizim bugünkü gündə işıqlarımız bərpa olunubdur. Çox keyfiyyətli işığımız var. Gecə, gündüz işığımız 24 saat yanır. Yenidən qurma işləri ilə əlaqədar heç bir işıq problemimiz yoxdur. İşıq dirəkləri bastırılıbdır, sif kabellər çəkilibdir. Bundan da səmərəli istifadə edirik. Göyçayda 0,4 kilovoltluq elektrik şəbəkəsi yenilənir. 2 və 3-cü şəhər hava xəttlərindən qidalanan küçə, prospektlərdə metal dayaqlar bastırılır. Özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğac qutuları yenilənir. Şəhər ərazisində 10 yeni güc mərkəzinin quraşdırılması da nəzərdə tutulub. Çox sağ olsun möhtərəm prezidentimiz Mehriban xanım Əliyeva Göyçay ərazisində bu işıqlandırma işləri, kabelləşdirmə gedir. Çox razıyıq, minnətdarıq və bugünkü gündə daimi işıqdan istifadə edirik. Sağ olsun prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz Mehriban xanım bu təşəbbüsü irəli sürüb, gözəl səliqəli işlər gedir. Bütün küçələr işıqlanıb, şəxsən bizim küçəmizdə işıqlar normaldır. Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidən qurma işlərini davam etdirir.